Ya Allah, selamun aleyküm bir daha. İnşallah bu videoda da sizlere Neftçala rayonunda Mir Ələm ağanın ziyarətgahını çəkib göstərəcəm. Belə bir məkandır. Mir Ələm ağanın ziyarətgahı. İnşallah daxil oluq içəri. Belə bir gözəl, böyük bir yerdir. Bura bir evdir. Bu da Ayətullah Əli Uzma Seyyid Əli Ağa Səlyaninin rəsmidir. Deməli, Ayətullah Əli Uzma Seyyid Əli Səlyani ziyarətgahı. İnşallah içəriyə daxil olacağıq və sizlərə göstərməyə çalışacağıq. Çok güzel bir gündür. Güzel mersiye. Ve gedirik içeriye. Daxil oluq içeriye. Ya Allah. Burada Hazreti Zeynep Kübra adına Darül Müminin. Şükür elhamdülillah. Şükür. Ben elhamdülillah. Onu elədim, indi uşaq olub gətirmişlər. Geldi, aha geldi ora. Geldi. Anam bura Qapını açırım. Anam bura haqqında məlumat verərdiniz də. Bura nədir belə? Bura nədir belə? Kadınların yeri de Hüseyniye'dir. Hə, Hüseyniyədir. Bəs əsas olan o ziyarət Oradan. oranı çəkmək lazımdır. Ha, oradan. Aha. Aydındır. Seyit Meryem gel baba çağır. Sakın buraya bile gelme. Ha, burada da sizin üçün göstərim. Meryem sensin. Meyvə ağacları var. Gözəl meyvə ağacları. Əsas bunu göstərmək istəyirəm. Banan ağacıdır. Baxın, necə də gözəl Allah yaradıb. Bu banan ağacıdır. Ağac banan ağacıdır. Bu da onun meyvəsidir. İnşallah bunlar hamısı banana çevrilir. Gedək ziyarət eləyək. İçəri daxil olaq. Mir Ələm ağanın ocağına. Ya Allah. Esselamun aleyküm ve rahmetullahi ve berekatuhu. Belə bir yerdir. Hamısı kitablardır. Müstehid Ağazadə Seyyid Əli Ağa Səlyani Ərdəbilinin Şür Qarabucaqlı İmam Cüməsi. Yəni böyük bir insan olub, şəxsiyyət olub, böyük alim olubdur. Seyyid Əli Ağanın xanımı Kərbəlayı Mirşeyda.
Seyid Əli ağanın oğlu Kərbəlayı Mir Möhsün. Allah hamısına rəhmət eləsin. Bu Mir Əlam ağanın ocağıdır. Çəkib göstərirəm sizlərə. Çox köhnə kitablar var, Quran kitablarıdır yəqin ki. Yəqin ki, Quran kitabıdır. Quranlar var, dini ədəbiyyat var burada. Ya Əbəl Fəzl Abbas, Əssəlamu aleykə, ya Əbəl Fəzl Abbas. Salam olsun sənə, ey Əbəl Fəzl Abbas. Burada mühürlərdir. Mühürlərdir. Burada namaz otağıdır. Gördüğünüz namaz otağıdır. Seyyid Ali Səlyani. Seyyid Ali Səlyani. Bu vəfat tarixidir. 1351-ci ildə. Yəni 1351-ci ildə dünyasını dəyişibdir. Seyyid Ali Səlyani 1351-də vəfat tarixidir. Böyle bir mekandır. Buradan çıktık. Hayatullah El-Uzma Seyyid Əli Səlyani. Mükemmel bir